dəyərli qardaşlar, Allah subhanahu ve teala insanları ona ibadət etmək üçün yaradıb. "Və mə xalaqtul cinnə vel insə illə liyabudun." Mən cinləri və insanları yalnız ibadət etməkləri üçün xəlq etdim. Və ona görə insan Rəbbindən bağışlamağı daim diləməlidir və onun cənnətinə seyr etməlidir, səy göstərməlidir. Necə ki Allah Teala Ali İmran surəsində buyurur: "Və-səri'u ilə məğfiratin min rabbikum və cənnə." Allah Teala buyurur ki bu ayədə, Rəbbinizin bağışlamasına və cənnətinə tələsin. Ona görə salih insan, salih bəndə çalışıb həyatını xeyir əməllər üzərində qurmalıdır. Çünki ömür qısadır əziz qardaşlar. Hər gün burada olanlar nə qədər insanların dünyadan köçdüyünü eşidirik. İstər yaxınlarımız olsun, istər yaxınlarımız olmasın. Hər gün eşidirik ki kimsə dünyadan getdi. Artıq qulağımız o qədər öyrəşib, adiləşib. Və ona görə mömin öz həyatı üçün hazırlıq görməlidir. Allahdan bağışlanmağı daimi özündə mütləq qərarlaşdırmalıdır. Dilində və qəlbində Allahdan bağışlanma istəməlidir. Çünki ölüm qəflətən gəlir. Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə.